Azərbaycan tarixində ən uzun müddət hakimiyyətdə qalan hökmdarın kim olduğunu bilirdinizmi? Bəs onun hakimiyyətinin 50 ildən artıq davam etməsindən necə? Xəbəriniz var idimi? Bütün bunları və daha çoxunu bilmək istəyirsinizsə, videonu bəyənib kanalıma abunə olmağı unutmayın. İndi isə qaldığımız yerdən davam edirik. Tarixin müxtəlif dövrlərində vətənimiz Azərbaycanda ayrı-ayrı dövlətlər, imperiyalar mövcud olub. Bu tarixi dövlətlərimizin hökmdarlarından elələri olub ki, 30 il, 40 il, hətta 50 ildən çox hakimiyyətdə qalıb. Bugün sizlərə Azərbaycan tarixində ən uzun müddət hakimiyyətdə olmuş 10 hökmdarın adlarını təqdim edirik. Söhbəti uzatmadan başlayaq sıralamamıza. 1382-ci ildə Şirvanşahlar dövlətində Dərbəndilər sülaləsinin əsasını qoyan İbrahim Dərbəndi nə az nə çox, düz 35 il hakimiyyətdə olub. Amma Şah İbrahim Dərbəndinin hakimiyyətinin ilk illərində regionda çox mürəkkəb bir siyasi vəziyyət yaranmışdı. Şimalda Toxtamış xanın hökmdarı olduğu Qızılorda dövləti, cənubda isə Şərqin böyük bir hissəsini fəth etmiş Əmir Teymur. Bu vəziyyətdə 1-ci İbrahim seçim etməli idi. Uzaqgörən bir hökmdar olan İbrahim Dərbəndi bu müharibədə Teymurilərin yanında durmaq qərarı verdi və beləcə Şirvanşahlar dövlətinin müstəqilliyini qoruyub saxlaya bildi. 1160-1197-ci illər aralığında Şirvanşahlar dövlətində hakimiyyətdə olmuş 1-ci Aksitanın dövründə dövlət həm iqtisadi, həm də siyasi baxımdan xeyli möhkəmlənmişdi. Onun hakimiyyətinin ilk illərində dövlətin paytaxtı və əsas şəhəri olan Şamaxıda ticarət və sənətkarlıq durmadan inkişaf edirdi. Lakin 1192-ci ildə Şamaxıda baş verən güclü zəlzələ nəticəsində şəhər yerlə yeksan oldu. Şamaxı əhalisinin böyük bir hissəsi zəlzələdə həyatını itirdi. Ölənlər arasında 1-ci Aksitanın bir çox ailə üzvləri də var idi. Vəziyyəti belə görən Aksitan yeni bir qərar almalı idi. Belə olduqda ailə üzvlərini və sağ qalan əhalini yanına alan hökmdar paytaxtı Bakıya köçürmək qərarına gəldi. Bakı bu dövrə kimi Şirvanşahlar dövlətində strateji əhəmiyyətə malik bir liman şəhəri hesab olunurdu. Aksitanın paytaxtı bura köçürməsinin əsas səbəbi Bakının əzəmətli qala divarları ilə əhatə olunması idi. 1020-1059-cu illərdə hakimiyyətdə olmuş Vəhsudanın dövründə Rəvvadilər dövləti xeyli güclənmişdi. Rəvvadi hökmdarı Vəhsudan 1028-ci ildə Mərkəzi Asiyadan köç edib gəlmiş 2000 Oğuz türkünə sığınacaq vermişdi. Hökmdar onların Təbrizdə və dövlətin digər ərazilərində məskunlaşmasına şərait yaratdı. Təbrizin və Güney Azərbaycanın əhalisinin əksəriyyətini türklər təşkil etdiyindən Mərkəzi Asiyadan gəlmiş Oğuz türkləri bura tez bir zamanda uyğunlaşa bildilər. Oğuzların gəlişi ilə Rəvvadilər dövləti daha da gücləndi. Vəhsudan Oğuzlara dost münasibəti bəsləyirdi, hətta dövlətin ən bərəkətli torpaqlarını onlara vermişdi. Təbii ki, Vəhsudanın dostluq siyasəti səbəbsiz deyildi. O, döyüşkən Oğuz türklərinin gücündən istifadə edib Bizans imperiyasına hücum etmək və daxildəki iri feodalları zərərsizləşdirmək istəyirdi. 642-681-ci illər aralığında Albaniyanı idarə etmiş Cavanşirin hakimiyyəti illərində dövlət həm iqtisadi, həm də siyasi baxımdan özünün ən qüdrətli dövrlərini yaşayırdı. Diplomatik yollarla həm Bizans və Sasani imperiyaları, həm Xəzər xaqanlığı, həm də Ərəb xilafəti ilə münasibətləri qaydasına salan Cavanşir, hakimiyyətdə olduğu 39 illik dövrdə Albaniyanı Şərqin ən qüdrətli dövlətlərindən birinə çevirmişdi. Lakin onun ölümündən sonra dövlət zəiflədi və sonrakı hökmdarların hakimiyyəti illərində xarici qüvvələrin hücumlarına məruz qaldı. 1136-cı ildə Azərbaycan torpaqlarında yeni bir dövlətin əsasını qoyan Atabəy Şəmsəddin Eldəniz 39 illik hakimiyyəti dövründə qüdrətli bir imperiya yaratdı. Atabəylər dövləti ilk vaxtlarda İraq Səlcuqlu sultanlığından asılı vəziyyətdə idi. Lakin Sultan Məsudun ölümündən sonra Eldəniz tam müstəqil siyasət yeritməyə başladı. 1139-cu ildə Gürcülər tərəfindən işğal olunan Gəncə azad olundu. Bu qələbəsindən sonra ona Şəmsəddin, yəni dinin günəşi ləqəbi verildi. O, Azərbaycanın bütün tarixi torpaqlarını birləşdirdi. Qonşu dövlətləri isə özündən asılı vəziyyətə saldı.
Tədricən zəifləmiş İraq Səlcuqlu Sultanlığında 1160-cı ildə vaxtı ikən Atabəyi olduğu oğulluğu Arslan Şahı hakimiyyətə gətirən Eldəniz, bununla faktiki olaraq İraq Səlcuqlu Sultanlığını da özünə tabe etdirdi. 39 illik hakimiyyəti dövründə Şəmsəddin Eldəniz övladlarına Dərbənddən İran köfrəzinə qədər uzanan nəhəng bir imperiya miras qoydu. Bayaq haqqında danışdığım 1-ci Axsitanın atası olan 3-cü Mənüçöhür sadəcə Şirvanşahlar dövlətinin 19-cu hökmdarı hesab olunur. O nə az nə çox, düz 40 il hakimiyyətdə olub. Tarixi qaynaqlar Bakı şəhərinin qala divarlarının məhz 3-cü Mənüçöhrün dövründə inşa olunduğunu göstərir. Sovet dövründə Bakı qalasının şimal divarının uçması nəticəsində tapılmış böyük daşın üzərində kufi xətlə yazılmış 3 sətirli kitabədə Köhnə Bakının, yəni indiki İçəri şəhərin qala divarlarının Şirvanşah 3-cü Mənüçöhr tərəfindən tikildiyi barədə məlumat verilir. 3-cü Mənüçöhrün hakimiyyətinin ilk illəri sabitlik dövrü kimi göstərilir. Lakin onun hakimiyyətinin son illərində Şirvanşahlar Böyük Səlcuqlu imperiyasından asılı vəziyyətə düşmüşdü. 1587-ci ildə Şah Abbas hakimiyyətə gələndə Səfəvilər dövləti tənəzzül dövrünü yaşayırdı və imperiya məhv olmağın bir addımlığında idi. Qısa zamanda hərbi və iqtisadi islahatlar həyata keçirən Şah Abbas əvvəlcə Şeybaniləri məğlub edib Xorasan vilayətini onların əlindən aldı. Daha sonra İngiltərə donanmasından hərbi dəstək alan Şah Abbas Portuqaliyalıları Hörmüz limanından birdəfəlik qovdu. Sonra isə Osmanlı imperiyasını ağır şəkildə məğlubiyyətə uğradan Şah Abbas Səfəvlərin itirdiyi bütün torpaqları geri qaytardı. 1587-1629-cu illər aralığında hakimiyyətdə olmuş Şah Abbas 42 illik zaman kəsiyində Səfəvilər imperiyasına ən qüdrətli dövrlərini yaşatdı. 985-1031-ci illər aralığında hakimiyyətdə olmuş Fəzil ibn Məhəmməd 46 illik hakimiyyəti dövründə Şəddadilər dövlətinə ən qüdrətli dövrlərini yaşatdı. Fəzil həm də Şəddadilər dövlətində öz adına pul kəstirən ilk hökmdar idi. Fəzilin hakimiyyəti illərində Şəddadilər dövlətində xeyli abadlıq quruculuq işləri görülmüşdü. Rəvvadilərlə müharibə şəraitində olan Fəzil ibn Məhəmməd ordusunun rahat hərəkət etməsi üçün 1027-ci ildə Araz çayı üzərində Xudafərin körpülərinin inşa olunmasına göstəriş verdi. Tarixçi Həmdullah Qəzvini yazır ki, körpülərin adı Xuda afərindir. Bu da hərfi tərcümədə Allah tərəfindən yaradılmış deməkdir. Qəzvini ehtimal edir ki, bu ad körpülərə qeyri-adi memarlıq xüsusiyyətlərinə görə verilib. 1417-ci ildə Şirvanşah 1-ci İbrahim Dərbəndinin ölümündən sonra hakimiyyətə onun oğlu 1-ci Xəlilullah gəldi. Xəlilullah atası İbrahimdən də daha çox, düz 48 il hakimiyyətdə qaldı. Lakin Xəlilullahın hakimiyyəti illərində Şirvanşahlar əvvəlcə Teymurilərdən, sonra isə Qaraqoyunlu dövlətindən asılı vəziyyətə düşdü. Amma bununla belə 1-ci Xəlilullah mürəkkəb siyasi vəziyyətdə Şirvanşahlar dövlətinin varlığını qoruyub saxlaya bildi. 1465-ci ildə Xəlilullah Şirvanşahların paytaxtı Bakıda vəfat etdi. Elə burada da dəfn olundu. Hakimiyyətə isə onun oğlu Fərrux Yasar gəldi. 1524-cü ildə Şah İsmail vəfat etdikdən sonra hakimiyyətə onun 10 yaşlı oğlu Təhmasib gətirildi. Təhmasibin hakimiyyətinin ilk illəri Osmanlı Sultanı Süleymanın Azərbaycana yürüşləri dövrünə təsadüf edir. Bu yürüşlərdə uğur qazana bilməyən Osmanlı imperiyası 1555-ci ildə Amasiyada Səfəvilərlə sülh müqaviləsi bağlamağa məcbur oldu. Şah Təhmasibin hakimiyyətinin ilk illəri mürəkkəb siyasi dövrü əhatə edirdi. Daha sonra idarə etmə səriştəsi artan Təhmasib islahatlar apararaq Səfəvilər dövlətini xeyli inkişaf etdirdi. Onun 52 illik hakimiyyəti dövründə gördüyü yadda qalan işlərdən biri də Səfəvilər dövlətinin paytaxtının Təbrizdən Qəzvinə köçürülməsi olub. Və sonda onu da qeyd edək ki, Şah Təhmasib 52 illə Azərbaycan tarixində ən uzun müddət hakimiyyətdə olmuş hökmdar hesab olunur. Ümid edirəm hazırladığım bu video araşdırma xoşunuza gəldi. Əgər belə araşdırmaları davamlı şəkildə hazırlamağımı istəyirsinizsə, videonu bəyənib kanalıma abunə olmağı unutmayın. Sona qədər izlədiyinizə görə minnətdaram.